Salam dostlar, hər birinizi xoş gördük. Bugün sizə yatırımsız bir tətbiqi tanıtmaq istəyirəm. Bu HoneyGain tətbiqidir dostlar. İllərdir işləyir və bəzi insanlar çətinlik çəkirlər və deyirlər ki, şərhlərdə yazırlar ki, biz bunu başa düşmürük, bir ətraflı video çək və biz də buradan yararlanaq, dollar yığaq və yatırımsız faydalanaq dostlar. Yəni ömrü boyu, yəni bu gedən bir tətbiqdir. Yəni mən sizə 2 günlük, 5 günlük saytlardan söhbət eləmirəm. Gəlin burada deməli nələr eləyəcəyik ona baxaq. Dostlar, bu iki tətbiqdir. Bu iki tətbiqi mən sizə izah edəcəm. Buradakı qazandığınız bura gəlir və buradan Trustwallet-a və yaxud da ki Binance-a çıxarış eləyə bilərsiniz dostlar. Deməli açıqlamalar və şərhlər bölməsində qeydiyyat linki olacaq dostlar. Bunun da qeydiyyat linki olacaq, hər ikisinin qeydiyyat linki olacaq. Siz birinci buradan daxil olub bunun linkinə qeydiyyat olacaqsınız dostlar. İlk qeydiyyatda sizə Gmail yazırsınız, parol yazırsınız və aşağıda referal kodum görsənir. 3 dollar sizə bonus gələcək oradan. Və belə bir səhifə açılacaq dostlar. Deməli belə bir səhifə açılacaq sizə və hansı ki bu buton bu tərəfdə olacaq, HoneyGain tərəfdə olacaq. Amma siz Camtask tərəfdə olanı etməlisiniz ki, burada qazanc toplaya biləsiniz. O da necə olur dostlar? Deməli açıqlamalar və şərhlər bölməsində yenə də ikinci linkim bundan olacaq. Buna daxil olacaqsınız dostlar, referral linkimə. Oradan sizə açılma səhifəsi gələcək və siz aşağıdan Gmail yox, walletlər bölümündən Trustwallet-ı seçəcəksiniz. Trustwallet-ı seçib protokolları qəbul edəcəksiniz və belə deyim, Trustwallet-a göndərəcək sizi. Orada OK vurub səhifəni qəbul edəcəksiniz və sizdə bu Camtask bölməsi açılacaq sizdə dostlar bu şəkildə. Hamısını sizə izah eləyirəm ki, sonra çətinlik olmasın dostlar. Camtask bölməsi də beləçin səhifədə açıldımı dostlar? Yəni heç bir çətinliyi də olmayacaq. Məndə biraz telefonda donma var, ona görə gec açır. Yəni belə bir səhifə açılacaq dostlar. Gəlin mən sizə Camtask'ı izah edeyim, sonra yəni HoneyGain izah edeyim, sonra Camtask'a gəlin. Deməli HoneyGain bölməsində dostlar qeydiyyat keçdiniz deyək. Gəldi bu səhifə. Deməli burada günlük yığdığınız qazancdır. Burada yenə də dashboard-a vursanız sizi Camtask wallet-ə atacaq. Orada qazancınızı görə biləcəksiniz. Yəni onu bağlayandan sonra, wallet-i bura bağlayandan sonra onu görə biləcəksiniz. Burada dostlar minimum çıxarış 20 dollardır. HoneyGain şəklində yığsaz, yəni bu botunu bu yana sürüşdürsəz, minimum çıxarışınız 20 dollar olacaq. Amma Camtask tərəfə sürüşdürsəz, Camtask wallet-i bağlasaz, siz günlük çıxarışlarınızı eləyəcəksiniz. Yəni Camtask'a gələcək, oradan 0,5 dollarlıq çəkə biləcəksiniz. Yəni çox rahat. Və Camtask'da da 10% Camtask bonusu gəlir sizə. Göründüyü kimi burada 10% də hədiyyə verir sizə. Və dostlar, deməli referal linkiniz olacaq. Referallarınızdan buradan gəlir əldə edə bilərsiniz. Və burada 20 dollar kim çıxarış eləsə sizə 5 dollar balans gəlir. Oradan sizə bonus gəlir. 3 dollar isə referal bonusudur. Qeydiyyat olanda sizə verir dostlar. Burada dostlar gündə bir dəfə bunu açırsınız. Bu qabı açırsınız, buradan bal daşır və siz qazanırsınız. Günlük təsadüfi olaraq nə verirsə sizə onu alırsınız və 20 token verdi bizə. OK eləyirik və yaşıl görsəndi, yəni qəbul edildi və burada da göründüyü kimi coinlərimiz artdı. Mən buradan çoxlu çıxarışlar eləmişəm. Burada dostlar, burada digər sizdə missiyalar olacaq. Həmin missiyaları keçirsiniz. Paylaşım eləyirsiniz və yaxud da ki nəsə də belə bir şeylər, yəni. Burada aktiv olmalıdır bu. Çalışın başqa hesablar açmayın. 3 xəti vurursunuz buradan. Sizin parametrləriniz görsənir və buradan settingdə vuranda bu aktiv olmalıdır ki, deməli Wi-Fi ilə siz Wi-Fi paylaşımı eləyə bilərsiniz. Yəni belə deyim, internet istifadə edirsiniz dostlar, Wi-Fi-dan istifadə edirsiniz dostlar. İnternetdən istifadə etdikcə buradan da sizə pul yığılır dostlar. Burada megabaytı söndürə bilərsiniz, çünki megabayt da çox belə deyim, megabayt işlədə bilər. Ona görə də ancaq Wi-Fi ilə olanda
tətbiq işləməsini önərirəm sizə dostlar. Burada edit profili bölməsi var. Deməli dostlar, edit profili edirsiniz. Deməli Camtask walletinizi oradan belə deyim bağlayırsınız da, yəni. Onu da izah eləyəcəm. Payot bölməsi nədir dostlar? Burada dediyim kimi, Honeygain kimi yığırsınızsa minimum 20 dollar olmalıdır. Yəni burada 20.000 olmalıdır ki, Payot aktivləşsin. Oradan PayPal-a, oradan da Leo bankınızı bağlayıb çıxarış eləyə bilərsiniz. Və yaxud da ki, Camtask tokeni kimi çıxara bilərsiniz. Yəni Camtask deməli Trust Wallet-ınızda olan Camtask adresini elə oraya yapışdıra bilərsiniz dostlar. Gəlirik Camtask deməli wallet-ə. Burada da dostlar çox sadədir, yəni gözəl bir tətbiqdir. Burada da günlüyümüzü alırıq. Burada balans bölməsidir. Burada çıxarışlardır. Gəlin bunu baxaq. Hə, bunu verdi bizə. Deməli burada dostlar tapşırıqlar var. YouTube videoları müəyyən qədər izləyib buradan pul qazana bilərsiniz. Oyunları yükləyib buradan missiyalar keçib pul qazana bilərsiniz. Burada digərini referalı olub bu qədər pul qazana bilərsiniz. Burada da yəni Google-da axtarırsınız, nəsə tapşırıqlar eləyirsiniz. Belə bir tasklar gəlib sizə göstərir, dollarla da göstərir dostlar. Yəni Camtask coin ilə də göstərir sizə. Belə yəni. Burada deməli deyir ki, bu binansı yüklə bir dəfə trade elə 6 dollar qazanacaqsan. Burada da həmin bu tətbiqi yüklürsüz, beləsini buradan da alırsınız. Yəni beləsini missiyalar var dostlar burada. Burada 3 qata vururuq. Burada öz referallarınız göstərir, referal bonusunuzu göstərir, referallardan gələn qazancı göstərir dostlar. Burada adam işarəsinə vururuq. Və deməli çıxarışlarımızı eləyəcəyik dostlar. Buradan deməli bu dostlar Trust Wallet-da olan adresimizdir. Yəni siz açıqlamalar və şərhlər bölməsində Camtask Wallet-dən qeydiyyatdan keçdiniz, Trust Wallet-ı bağladınız. Düzdürmü dostlar? Bu səhifə açıldı. Həmin bu səhifədən açılan bu şeyi kopyalayırsınız. Tətbiqdə, Honeygain tətbiqində dediyim kimi 3 xəttdən edit profil eləyirsiniz və edit profildə həmin Camtask buradakı adresi yapışdırırsınız ora ki, çıxarışlarınız gəlsin. Və Honeygain olan butonu da çevirirsiniz Camtask'a. Camtask yanır, yəni günlük qazancımız gəlir bura dostlar. Yəni göründüyü kimi burada 2 dollara yaxın belə deyim qazancım var. Bundan əlavə də dostlar link account buranı vurursunuz. Burada dostlar deməli Twitter hesabınızı, Telegram hesabınızı bağlayaraq buradan da belə deyim tapşırıqlar gələndə siz edə biləsiniz. Yəni bunları edə bilirsiniz. 72 saat ərzində çıxarışlar gəlir dostlar. Göründüyü kimi mən burada follow eləmişəm da, yəni nə deyirlər ona? X accountda da, Twitterdə. Göründüyü kimi buradan mən çıxarışlarımı eləmişəm dostlar. 4-1 çəkmişəm, 8-1 çəkmişəm. Bugün video çəkirəm dostlar deyə əslində mən az miqdarda çəkmirəm. İndi mən bunu da çəkməli olacağam ki, sizə göstərim buradan nə qədər çəkirik. Yəni komissiya çox azdır burada dostlar. Bu Celo şeylə, ağı ilə çəkmirik dostlar. BNB deməli protokolu ilə çəkəcəyik ki, Trust Wallet-da da o görünsün. 0.1 nəsə komissiya tutur dostlar. Amma 2.09 yəni gəlməlidir də bizə. Yəni %1 zaten günlük bonus alırsınız da dostlar. Elə bir ki o komissiyaya getdi də. Burada da mənim Trust Wallet adresimdir. Bağlamışam deyə mən Payot sözünə vururam. Və çıxarışımızı eləyək. Keçək. Transfer deyir uğurlu oldu dostlar. Buradan Reward bölümünə gəlib düşməlidir deyəsən. Yox, burada Twitter'dir. Deyir ki, çıxarışlarınız deməli 72 saat ərzində gələcək dostlar. Payot bölümündə burada deyil, bəs hardaydı? Aşağıdadır da elə. Hə. Deməli dostlar, çıxarışlarımız buradadır. 2 nöqtə baxaq, davamına baxaq.
Buradadır dostlar. Gəlin biz Trustwallet-a keçək. Baxaq. Dostlar, deməli, mən çıxarışı göstərmək istəyirəm sizə. Görək alınacaqmı? Bəli, çıxarışımız gəlib dostlar. 3 dənə çıxarışımız var idi və həmin çıxarışlar da göründüyü kimi dərhal 3 manat 27 qəpiklik deməli bizim balansımıza əlavə olundu həmin Trustwallet-a. Yəni belə. Üçüncü çıxarışımız da buradan gəldi belə. Yəni belə deyim dostlar. Davamlı yəni bir saytdır, belə deyim, tətbiqdir. Yəni bundan maksimum dərəcədə istifadə eləyə bilərsiniz dostlar. Yəni buradan göründüyü kimi, yəni çıxarış zamanı heç belə deyim 1 saniyə keçmədi ki, yəni əslində orada progressing yazmalı idi. Yəni gözləmədədir. Amma dərhal ödənir. Yəni çox gözəl bir saytdır. Yəni bəzi insanlar kommentlərdə yazırlar ki, bu sayt ödəmir, çıxarış vermir. Bu da sübut olsun bunlara ki, yəni heç bir şeyi dəqiqləşdirmədən o sözü demək lazım deyil. Çıxarış sübutunu da mən sizə göstərdim. Bu da belə, yəni qazanın, hamıya uğurlar. Kanala abunə deyilsinizsə